Təşəkkür edirəm, möhtərəm cənab sədr. Mən də təbriklərə qoşuluram və dünya Azərbaycanlılarının həmrəyliyi, həm də yeni il münasibəti ilə bütün həmkarlarımızı, o cümlədən Azərbaycan xalqını təbrik edirəm və arzu edirəm ki, 2014-cü il dövlətimiz, xalqımız üçün düşərli, faydalı illərdən olsun və bizim problemlər həll olunsun. Və dünya Azərbaycanlılarının həmrəyliyi günündə həm də bir sıra məsələlərə ilin yekun olaraq, qış sesiyasının sonu olaraq münasibət bildirmək istəyirəm. Bundan əvvəl də dəfələrlə bildirmişəm. Çox təəssüflər olsun ki, həmrəylik daxildə heç də bizim istədiyimiz səviyyədə və yaxud da cəmiyyətin arzu elədiyi nəticələrlə sonuclanmır. Bəzən elə məhkəmə iddiaları həyata keçirilir və o məhkəmə iddialarının nəticəsində adamlara elə cəza kəsilir ki, sadəcə gülməyə gəlir adamın. Qurban Məmmədov 3 il iş aldı və Qurban Məmmədovun üzünə duran bir şəxs güya şikəstli məhkəməyə şikəst formasında gəlirdi. Amma jurnalistlər onları təqib etdi və nəticədə məlum oldu ki, bu nə şikəstdir, nə axsamır, nə heç nə. Bunun videosunu belə məhkəməyə təqdim etdilər, amma Qurban Məmmədova 3 il iş verdilər. Yadigar Sadıqov güya küçədə kimlənsə dalaşıb və Yadigar Sadıqov kiməsə güya fiziki təzyiq göstərib, Yadigar Sadıqova 7 il iş verdilər. Halbuki adamın nə sağlamlığına uzun müddətli, nə qısa müddətli zərər dəyməyib və həkimin rəyində də bu yoxdur. Hansı məntiqə, hansı ağla sığır, qondarma cinayət işi ilə ittiham etmək, həm də bu cür absurd iş vermək. Və yaxud indi İsmailli məhkəməsinin, nidaçıların işləri gedir. İsmailli məhkəməsində tutulanlardan biri qeyd edir ki, mənə polis rəisi, çevik polis alayının nümayəndələri bu proseslərin hamısında minnətdarlıq etdilər ki, mən yanğına qoymadım, cəmaatın qarşısını aldım. Adamı tutub qoyurlar içəri, iş verirlər. İlqar Məmmədovu, Tofiq Yaqublunu hansı maddələrlə ittiham edirlər? Jurnalist kimi oraya gedib araşdırmaya gediblər və yaxud da nidaçıları hansı ittihamlarla həbs edirlər? Çox təəssüflər olsun ki, mən keçən dəfə müraciət etdim, ya əf, ya amnistiya aktı ilə həm üzərlərində cəzası olanlar, həm də məhkəməsi gedən insanların həbsdən azad olunması həmrəyliyin də bir nümunəsi ola bilərdi. Azərbaycanda həmrəylik bizim burada təkcə təbrikimizlə sonuclanmamalıdır. Bizim bir-birimizə xoş sözlərimizlə sonuclanmamalıdır. Real əməldə də və bu cür yanaşmalarda da həm Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşdırılması, həm də daxildə gerçək həmrəylik üçün lazımdır. Və gerçək həmrəylik üçün atılacaq hər bir addımda dəstəkləməyə cəmiyyətin bütün təbəqələri hazırdır və mən doğrudan da Azərbaycana gerçək həmrəylik arzulayıram. Bir daha təşəkkür edirəm.